ile bütün fizik varlığıyla milletine hizmet etmeyi her zaman özde borç bilmiş. Metin, uşaqları çək. İki bey, liderimiz Feyyaz Bey. Cumhuriyetimizin yukarını, özel Azerbaycan'ın bütünlüğünü, özel işler altında olan topraklarımızın azad olmasını, memnunlarımızı, haşimlerimizi, doğuş işçilerimizi, hemşilerimizi, bütün sosyal hayatını, Salam, hoş geldin. Aradan gel. Narahat eləmə. Keçək. Hadi sakla. Tamam. Azərbaycanlıları istər daxildə, istər xaricdə, Dərbəndimizdə, Borçalımızda təmsil eləyəsi bir şəxsiyyət uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda Azərbaycanın müstəqilliyi aktını imza edən və onun müəlliflərindən biri olan parlamentdən məhbəsə, məhbəsdən parlamentə ən gözəli Rus ordusunu Azərbaycan torpaqlarından çıxartmaqda böyük əməyi olan Azərbaycan Respublikasının ilk günlərindən Ləl Cəvahirat Fondunun yaradılmasında biz Fərəz Quliyev almışlamaq istedik. Valla milletin belə sərkərdələri varsa, bizim milletin bu boyda sərvəti varsa, xalqımız Azərbaycan düşləri, Azərbaycan milləti, Azərbaycan vətəndaşının çətin durumda yaşaması bizim millətə, bizim xalqa, türk millətinə və müsəlman xalqına heç yaraşmaz. Bu sərvət millətindir və millətin sərvətini millətə xəşləyən insanlar Azərbaycan xalqının prezidenti olmalıdır. Mən bir daha təşəkkür edirəm sizə gəldiyinizdə. Ümid edirəm ki, bu gücünə, bu iradə ilə, belə sərkərdə ilə mütləq Azərbaycanı birləşdirəcəyik və millətimizin rifahını, sosial təminatını var gücümüzlə təmin etməyə Fərəz bəy rəhbərliyi altında həyata keçirəcəyik. Tədbirinizi açıq elan edirəm və himnimizi səsləndirək.
Mən istərdim ki, himni səsləmədən öncə namizədimiz, prezidentə namizədimiz, çox dəyərli şəxsiyyət, qəhrəmanımız Fərəz Quliyevə təşrif edəyəm ki, buyursunlar, himnimizi bərabər xalqımızla bir yerdə oxuyaq. Buyurun. biri olmuştur. Azərbaycanda ilk dəfə Ordubad rayonunun ərazisində 5 sərhəd zastavasında Rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir. 1990-cı il yanvar qırğınından sonra Bakıda Rus işğalçılarına qeyri-illegal dirəniş üçün Güney Azərbaycandan olan tərəfdaşların da iştirakı ilə yarım hərbi qisas təşkilatı formalaşdırılmışdır. Qəzetçi bəy tərəfindən milli qəhrəman adına layiq görülsə də, bu addan imtina etmişdir. Ordubadda Azərbaycan milli ordusunun təməli olan müdafiə könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. Mərkəzdən çıxdıqdan sonra Anglo-Saks Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir. 2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü və sədr müavini seçilmiş. 2003-cü ildə DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin Dünya Azərbaycanlıları arasında yaratdığı dostluq ölçüsünə görə Qız Qalası diplomu ilə tərtib olunmuşdur. Çox dəyərli xanımlar və bəylər, mən sizi bu qiymətli vaxtınızı almışam, amma hesab edirəm ki, bir kiçik istək üçün, bir prezidentlik üçün sizin balaca vaxt sərfəzməsi deyək. Çünki bir böyük iddiaları qoyanda prezidentliyi məqsəd qoymadı. Azərbaycanın Güney Azərbaycan problemi vardır. Bir millətin hədəfini gizlətməzdir. Bir millətin yarımçı istiqlalı olmaz. Bir millət yarımçı xoşbəxt olmaz. Çünki bir dövlət bir ailə kimidir. Bir ailə böyük bir dövlətdir. Yüz istər, bir dövlət böyük bir ailədir. Yarımçı ailə xoşbəxt ola bilərdir. Yarımçı millət də xoşbəxt olmaz. Güney Azərbaycanla bağlı Güney Azərbaycan departmanı fəaliyyət göstərir və bizim burada hörmətli Əliza Amanbəyli və burada iştirak edir departmanın rəhbəri ki, 90-cı illərdə savaşlarda Təbrizdən bura qaçıb gəlmə Qarabağ savaşlarından yaralanıb bir Qarabağ veteranlığında burada yaşayır. Bizim Borsalı departamentimiz var və hesab edilir ki, 600 bin insanımıza sahib çıxmalıyıq orada. Əgər onlara sahib çıxmazsa günün birisində Qərbi Azərbaycanda olan kimi insanlarımız geri qayıdar. Azərbaycana qayıdıb gələrlər. Biz repartasiya siyasəti yürüdürük ki, insanlarımız əvvəlki ana torpaqlarına qayıtsınlar. O da bizim torpaqlarımızdır. Biz bugün ərazi iddiası eləmirik, amma oradakı insanlarımıza sahib çıxmalıyıq. Mən dünənki çıxışımda da bildirdim. Mən prezident olacağım təqdirdə mütləq
borçalı olan insanların hamısının statusuna bağlı fərqli bir sərəncam olmasını təmin etmək fikirlərim ki, onlara miqrantlar kimi baxmaq olmaz, əzəmlər kimi baxmaq olmaz. Onlar Azərbaycan insanlardır. Onlar hüquqları tanımalıdır. Onlara burada fəaliyyətləri təmin olunmalıdır. Yaşam tərzi dəyişirlər. Biz insanlarımıza sahib çıxmalıyıq. Biz xarici siyasətimizdə bütün dövlətlərlə münasibətləri o məsələ üzərində quracaq ki, orada olan insanlarımıza nə formada münasibət vardır. Məsələn, Dərbətdə olan Azərbaycan türklərlə münasibət bizim Rusiya-Azərbaycan münasibətlərimizin məhvəri olmalıdır. Dünən də ilan elədik. Biz Rusiya-la düşmən deyilik. Biz Rusiya yeritdiyi siyasətlə düşməliyik. Azərbaycan xoş münasibət olarsa, biz qonşularla xoş münasibət etmək istəyirik. Ümumiyyətlə bizim xarici siyasətimizdə sıfır problemli qonşuluq siyasəti prioritetdir. Biz heç kimlə düşmən olmaq istəmirik. Biz kimsənin torpağını almaq istəmirik. Biz doğal haqqımızı istəyirik. İstəyir ki, insanlarımızı vətəndən didərci salonlar geri çəkilsinlər, insanlarımız torpaqlarında otursunlar. Bizim başqa departamentlərimizdə vardı. Burada Dərbət departamenti, Türk Dünya Sərəklər departamenti, Diaspora departamenti var ki, bütün məsələlərlə bağlı toplum olaraq çalışır. Yəni, deməyim odur ki, biz hansı statusda və mövqedə olmamızdan asılı olaraq Azərbaycanın problemlərinə adekvat davranışı ortaya qoymağın tərəfdarıyıq. Bizim mürəkkəb göründüyü qədər də sadə bir istəyimiz var. Azərbaycan insanları layiq olduğu səviyyədə yaşasınlar. Azərbaycanın vətən dediyimiz o Azərbaycanın düşmən altında qalan o hissələri özümüzə qarşısın. Axı vətən nədir? Babalarımız dünyasını dəyişir, ruhu Allahın yanına, bədən torpağa gedir, vətənləşir. Vətən odur. Onun düşmən torpağında saxlamaq olmaz, axı geri qaytarmamız lazım. Biz Azərbaycan insanının haqqını özünə qaytarmağın tərəfdarıyıq. Azərbaycan insanı çox şey istəmir. O özünə aid olan, layiq olduğu həyat tərzini konstitusiyalarla, qanunlarla təsdiq olunmuş şəkildə istəyir, başqa bir şey istəmir. Biz insanların bir kez çörəklə imtihana çəkilməsindən əleyhinəyik. Biz əskərlərimiz hərbi hissələrdə təhqir olunmasından əleyhinəyik. Biz ahıllarımızın yanında beşikdə bir uşaq nəvəsinin nəticəsini tərif etmək əvəzinə bazarlarda göyərtə satmasının əleyhinəyik. Biz ahıl ağsaqqallarımızın 100-110 manat civarında pensiya təqaüd alıb, yenə də bu qoca yaşlarında gözlü başqasının əlinə düşməsinin əleyhinəyik. Biz gənclərimizin 1.500.000 civarında Rusiyada qalmasının əleyhinəyik. Axı o insanlar oraya kəkdən getməyiblər. Bəzi mətbu orqanları mənim dediyim o fikrində də çəkçevir eləyirlər, analiz eləyirlər, fikirlər bildirirlər. Mən bir daha bildirirəm ki, Azərbaycanın 1.600.000-ə yaxın insanının qolu iş tutar. Ordu kimi bir insanının nüfuzunun Azərbaycan tərk etməsinin səbəbkarı hakimiyyətdir. Çünki Azərbaycanda o insanların acil mənzil məsələləri həll olunardısa, iş məsələsi həll olunardısa, onlar Azərbaycan tərk etməzlər, onlar kefdən Azərbaycan tərk eləmədilər. Mən sadə bir resept bildirmişdim, bir daha təkrar edirdim. Azərbaycan neft fondunun vəsaitləri, böyük bir hissəsi vəsaitləri xaricdə saxlandı. Və 3%-dən də az işlətməklə Avropalı. Yəni bizim pulumuzu Avropalılar işlədirlər. Amma Azərbaycanda kreditlər nə miqyasdadır? 27-28-30% kreditlər verir. O 3%-dən Azərbaycan övladlarına kredit verilsəydi, onlar Azərbaycan tərk edərlərdi. Mən istinasız olaraq bütün gəzləri o vəsaiti bura gətirmək və kreditlər verilməsini təklif eləmişəm parlamentdə. Bunu prezidentdə namizəd kimi də təklif eləmişəm. Çox sadə reseptdir. Bəzən hökumət deyir ki, siz tənqid edirsiniz, çıxış yolu göstərmirsiniz. Mən çıxış yolu göstərirəm. Azərbaycanın vəsaiti olan neft fondunun vəsaitlərini Azərbaycana qaytarın, Azərbaycanda saxlayın, əskərdən qaydan Azərbaycan övladlarına istinasız olaraq hər kəsə 3%-dən kredit verin, kənd yerindən qaydana bir fermer təsərrüfatı quracaqsa, layihə versin, 3%-dən kredit verin, hələ ondan da aşağı, şəhər yerindən qaydana da yenə də bir istehsal sahəsi quracaqsa, kredit verin, şəhərdən qaydan adama şəhər ətrafında 2-3 so torpaq sahəsi verin, kənddən qaydana torpaq sahəsi verin. Ev tikməyə yeri olsun, əlində işi olsun. O ölkəni tərk eləməyəcəkdir. Tərk eləməyəcəkdir, mən bir daha təkrarlayıram ki, 1.600.000 adamımız Rusiya gelib və Putinin qərarından orada vətəndaşlıq almaq üçün insanlar gələk orada nikahlara girirlər. Nikahlara girib, hissəmizdən gelirlər. Burada artıq Azərbaycanda qadınların sayı, kişilərin sayından ötübdür. Bəlkə bu sadə görünə bilər. Amma dünya bunun üstündə savaşır. Hansı millət çoxalır, hansı millət azalır, bütün Türk dünyası qarşılıqla salmaq istəyir. Bütün İslam dünyası hələ baharında darmadağın ediblər. Millətin çoxalmasına qarşıdır, insanların artmasına qarşıdır, müsəlman aləminin artmasına qarşıdır. Biz demografik vəziyyəti, əhali vəziyyətini tərzinmək üçün adi bir reçetə kimi dedim.
öz pulumuzu gətirib, Avropalıya, Azərbaycanlıya verməklə bu məsələni böyük hissəsi həll edə bilərik. Bunu eləmək nə çətin məsələdir? Və yaxud da bizim korrupsiyana qarşı mübarizələ bağlı bildirirlər ki, insanların müəllimi, həkimi korrupsiyaya güya tuturlar. 5 manat, 10 manat görüşlər var. Mənim çox tanıdığım müəllimlər var. Bütün gün məktəbdə çalışmalıdır. Məktəbdən sonra bütün gün evdə çalışmalıdır. Repetitorla məşğuldur, şefdən də məşğuldur. Adam bütün günü yorğun olur, sabah dərs demək imkanı alacaqdır, qalmayacaq. Nə etmək lazımdır? Müəllimlərin haqqı olan əməyi siz verin. Dolayısıyla cəmaatın valideynindən cibindən çıxarmana verməyin. Siz cəmaatın öz maaşını verin, müəllimin öz maaşını verin. Biz orta məktəbdə oxuyanda, orta məktəbdə aldığımız qiymətlər kifayətli də almaqdır olmaq üçün. Yəni insanların birisi, bir müəllim və bir həkim 160-180 manat civarında maaş alırsa, sonra seçim qarşısında mən 5-10 manat alım, uşağımın ayaqlarına qalmamasını təmin edeyim, yaxud da ki, almayayım. Və birdən gedib alırsa, günah kimdə oldu, daha çox hökumətdə oldu. Hakimiyyət bu insanların normal şəkildə təminatını verməlidir. Məmurların hamısını Məmurların hamısını gözü qıpıq edirlər. Adamlar məmurları siyasətə qatırlar. Məmur düşünür ki, bu hakimiyyət gedər ki, mən də bayratacaqdılar. İndi nə yırdım? Başlı talancılığa, maaşı da az. Yolu nədir? Mən bunu televiziyada deyirəm. Məmurlar bu insanlar xalqın övladlarıdırlar, ziyalı insanlardırlar, təhsilli insanlardırlar. Sadəcə onlara sahib çıxmaq lazımdır. İnsana paket formasında verdiyin pulu maaş formasında verməlisən. Adam gözü qıpıq olmasın. Hansı partiyanın 10 minlərdən vergi işçisi, gömrük işçisi, MTN işçisi, çarşıdan işçisi, zabiti var? Heç birinin yoxdur. Heç olması da lazım deyil. İstənilən hakimiyyət dəyişikliyi bizim baxışımızda oldu ki, siyasi hakimiyyətin zirvəsində siyasi düşüncələr gətirən bir elita formulaşır. Aşağıdakı məmurlar yerində qalmaq şərti ilə sadəcə sistem dəyişilir. İşçilər yox, işləmə metodları dəyişilir. İstəsən də o işçiləri dəyişirilməsən hususda. Qatı şəklində cinayət törətmiş, korrupsiya quşlamış adamlardan söhbət getmir. 10 minlərlə, 100 minlərlə insandan söhbət gedir. Onları normal şəkildə sahib çıxırsa, maaşın verirsə, o da bilir ki, nə qədər siyasi elitə dəyişsin, burada ne partisi olacaq? Siyasətsizləşmə, bunlar siyasətə qarışmırlar, işi görəcəklər. Və rəqabət olacaq, yaxşı işləyin, yaxşı pul alın və işimdə qalın. Biz Azərbaycanda bütün insanlara sahib çıxmağın tərəfdarıyıq. Biz Azərbaycanda məmurundan tutulur, pensiyasından tutulur, uşağından tutmuş ağsaqqalına qədər hər kəsin hüquqlarını müdafiə eləmək istəyirik. Və hüquq qarşısında, qanun qarşısında hamının bərabər olması istəyirik. Mən dünən televiziyada bildirdim. Məndən dünən mətbuat soruşur ki, prezidentin təhqir eləyənlərə qarşı qanun qəbul olmalıdır. Mən dedim, mən doğru qəbul eləmirəm. Prezident və adi vətəndaş bərabər elə, heç kim təhqir oluna bilməz, qanunlar qarşısında hamı bərabər olmalıdır. Biz qanunların qarşısında hamının bərabərliyi təmin edən və gedişən ədalətində ədalətsizlik olduğu ortaya qoyan bir hüquq sistemi qurmaq fikrindəyik. Biz Azərbaycanın qanun dövləti yox, qadağalar dövləti yox, hüquq dövləti eləməsi istəyirik. İnsan haqlarına söykənən bir açıq cəmiyyət qurmaq istəyirik. Biz böyük bir sistem quruldu Azərbaycanda, şirkilmiş idarə etmə sistemi quruldu. Biz onun dağıdılmasını istəyirik. Nə formada dağıdılması? Azərbaycanda bu dəqiqə hakimiyyət sistemi həddən artıq mərkəzləşdirilirdir və iyerarxik quruluş həddən artıq mürəkkəbləşdirilirdir. Güman edirəm, razılaşarsınız ki, xeyli paralellik vardı. Məsələn, Prezident Paxtından Nazirlər Kabineti arasında paralellik vardı. Və yaxud da o qədər mərkəzləşmə var ki, bələdiyyələr, yeni idarə etmələr sıfırın altındadır. Cəmiyyətin seçim imkanları məhduddur. Axı, demokratiya təkcə müşahidəçilik, yəni iştirakçılıqdır. Biz istəyirik ki, yerli hakimiyyətləri üstünlük verilsin, yerlərdə seçimlə hakimiyyət olsun, böyük bələdiyyələr seçilsin, içi hakimiyyətlərinin böyük funksiyası alınıb bələdiyyələrə verilsin. Dövlətin işi yalnız ədaləti bərpa eləmək, daxili xarici siyasəti bərpa eləmək, xarici düşmənlikdən qorunmaq, vaxt o siyasəti tənzimləkləri ibarət etmək. Dövlət hər şeyi qarışmamalıdır. Bəzən insanlar deyirlər ki, bizə heç bir yaxşı eləməyin. Sadəcə bizim işimizə qarışmasın dövlət. Dövlət güvənc yeri olmalıdır. Dövləti gözdən salmaq olmaz. Biz hesab edirik ki, Azərbaycanda çox ciddi şəkildə hakimiyyətin baxışları dəyişilməlidir. Hakimiyyət özü dəyişilməlidir. Hakimiyyət bir çox sahələrdə çox yarımda siyasət yürütdüyü üçün bu hakimiyyət getməlidir və onun yerinə əzmikar, bazarlıqlı, qabiliyyətli bir komanda gəlməlidir. Çevik və dürüst. Biz komanda quranda təkcə texnik imkanlara görə yox, həm də kadrların dürüstlüyünə görə bir kriteriya verəcək.
dürüst olmayan, amma texniki imkan verən kadrların iş başında olması vacib deyil. Mən bayaq bildirdim, siyasi baxışlara görə insanı hakimiyyətə qoymazlar, bacarığına görə. Amma dürüstlük də çox böyük bir meyardır. Amma hakimiyyəti nə cür dəyişmək? O başqa məsələ. Biz hakimiyyəti dinç yoluna, sevgi yoluna dəyişməliyik, sizlə dəyişməliyik. Siz o hakimiyyəti dəyişəcəksinizsə, siz növbəti prezidentə səs verəcəksinizsə, sizin istəkləriniz hakimiyyətə gələcəksə, hakimiyyəti dəyişmək belə olur. Biz ərəb inqilabını, dağıtmaqla, ölkəni xaosa sürüklənməklə hakimiyyət qurmaq istəmirik. Biz Azərbaycanın Suriya çevrilməsini istəmirik, İraqa çevrilməsini istəmirik, Misrə çevrilməsini istəmirik. Demokratik prinsiplərə hər kəs əməl eləməlidir. Hakimiyyətdə olanlar da, müxalifətdə olanlar da. İş başına da yalnız milli demokratik düşərkəni təmsil edən insanlar gəlməlidir. Öz ölkəsinə bağlı olan, öz ölkəsindən enerji götürən, öz elektoratını ölkəsinə bağlayan və onların iradəsini hakimiyyətə gətirmək istəyirlər, iş başına gəlməlidir. Əvvəl elçilər bir fikir bildirildi, deyildi ki, əskərlə sahib çıxmayan millətlərin torpağına düşmənlər sahib çıxırlar. Biz öz əskərimizə sahib çıxmaqla güvənliyimizi özümüz təmin etməliyik və öz millətimizin siyasilərinə, öz millətimizin düşüncəsini hakimiyyət gətirən siyasilərə də sahib çıxmaqla biz millətimizə sahib çıxmalıyıq. Yoxsa başqa millətin zeyniyyətini iş başına gətirib millətə sahib çıxarlar ki, bunu 70 ildə Azərbaycanda eləmişlər və Rus zeyniyyətini şuraya tutmuşdur. Mən bu günlər Azərbaycanda xaricdən qidalanan, xarici enerjini bura gətirmək istəyən, Azərbaycana ən müxtəlif formada təhsillər yaradan, yenidən referendum keçib xarici siyasətin yönünü düzəltməyə çalışan, yenidən Lənkəran dövlət haqqında danışan, bir milyarderlər klubu qrup klubun adından Lənkəran dövlət haqqında danışan bir milli şuranın işbahına gəlməsinin əleyhinə. Mən düşünürəm ki, Azərbaycana yalnız Azərbaycana bağlı olan qüvvələr gəlməlidir. Əlvəz Elçibəyin özünü məhkürə məhdəmdə hesab edənlər nə bir başqasının narıncı köynəyini əlinə geyməlidir, nə Rus sapıqlarının əlinə geyməlidir, nə ərəb çalmasının başına bağlamalıdır. Biz Əlvəz Elçibəy yolunda olan məhkürə insanlarıyıq, onun yalnız Azərbaycanın öz gücünə bağlı olaraqdan, bütöv Azərbaycan qurma yolunda çaba göstərmək məktəbli görmüş adamlarla bir yerdə milli düşüncəni iş başa gətirməklə maraqlıyıq. Biz istəyirik ki, Azərbaycan müstəqilliyini qorusun, saxlasın. Azərbaycan müstəqilliyi itirmiş digər ərazilərini bir araya gətirsin. Azərbaycan insanları təkcə Azərbaycanda deyil, kənarda olan Azərbaycanları da bura dəvət edək və burada bir yerdə çalışıb Azərbaycanımızı xoşbəxt edək. Bu çox sadə bir reseptdir. Bizim istəyimiz odur ki, Azərbaycan insanının harda olmasına asıl olmayaraq vətənə bağlı olsun və vətənlə Azərbaycan insanlar arasında bir qarşılıqlı himayə mexanizmi olsun. Bugün Azərbaycandan kənarda qalan, amma Azərbaycanda, ürəyi Azərbaycanda qalan xeyli insanların iş başına niyə dəvət olunmasın? Güney Azərbaycandan məcburən tərk edilmiş milyonlar mütəxəssislərimiz niyə Azərbaycana gəlməsin? Bu model tətbiq olunmuşdur bir vaxtlar. Azərbaycanda Əlvəz Elçibəy müavinlərindən Nihat Çətinqaya məsələn kənardan gəlmişdi. İkinci Göydür kənardan gəlmişdi. Biz tolerant bir yanaşma ortaya qoymaq istəyirik. Biz istəyirik ki, Azərbaycan insanları özünü burada, bu meydanda rahat hiss edə bilsin. Biz Qarabağ gününün açılması üçün öz gücümüzə güvənməliyik hesab edirik ki. Qarabağ gününü açmaq üçün biz kənar qüvvələrinin gücünə inanmamalıyıq, güvənməməliyik. Mən bunu parlamentdə də başqa yüksək tribünalarda da bildirmişəm ki, Azərbaycanın Qarabağ problemini həll eləmək üçün bir ATƏT-in Minsk qrupu adlı bir qrup ortaya qoydular. Amma orada təmsil olunanlar kimlərdir? Amerika, Fransa və Rusiya. Amerika güya bir tərəf mövqedən çıxış edir. Rusiya mütəmadi olaraq ermənilərin tərəfindədir və kollektiv müqavilə təşkilatında onunla əməkdaşlıq edir. Nə vaxt Azərbaycan hərbi yolla torpağını xilas etmək haqqında danışsa, mütləq ultimatum verir ki, biz məsələləri qarşılayacağıq. Fransa bir məna şəklində Ermənistan tərəfindədir və soyqırımla bağlı qanunlar qəbul etməklə məşğul. Belə bir yaratmaz qurumun Azərbaycan problemini həll eləməliyik. Nə cür təsəvvür edilir? Azərbaycanın Qarabağ problemini həll eləmək üçün bizə maneçilik törətməsələr yetər. Amma bizə deyirlər ki, siz ermənilərlə danışın və danışın nəticəsini biz tanıyaq. Yaxşı, biz özümüz danışacaq, siz nə eləsiniz? Və biz ermənilərin nəyi danışırıq? Ümumiyyətlə, ermənilərin danışmağa perspektivi var mı? Yoxdur. 20 ildən artıq bu danışıq gedir. Ermənilər onsuz da bu təcavüzü planlaşdırdılar, mən bunu həmişə demişəm. Asimus agresimus deyilən siyasət var. Əvvəldən təcavüzü planlaşdıran bir dövlətdir ki, Azərbaycan toplumlardır. Türkiyə hesabda bir böyük Ermənistan durmaq istəyir. O ölkəni onsuz da işğal etməkdə maraqlıdır və bu məsələlərdən o geri çəkilməsinin yeri yoxdur. Onda yolu nədir? Mən təklif eləmişdim ki, BMT-nin Azərbaycanla, Qarabağla bağlı 4 qətləməsi vardı.
O qətnamələri həyata keçirmək üçün BMT-nin 7-ci bəndində nizamnaməsinin 7-ci bəndində xüsusi göstərilir. 41-ci bənddə göstərilir ki, maddədə göstərilir ki, BMT qətnamələri həyata keçirmək üçün məcbur icra mexanizmi, qeyri-hərbi sanksiyalarla etmək imkanına malikdir və xalqa da göstərir ki, bunu siz hərbi sanksiyalarla mümkündür. Bunu başqa yerlərdə eləmir, bizdən eləmirlər. Biz çalışmalıyıq ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-qanuni olduğu müddətdə o baxışdan həyata keçsin və o qərara həyata keçməyə başlasın. Mən demirəm o qərarın həyata keçməsinə məsləhət olacaq, amma istimailə və hüquqi baza hazır olsun. Biz günün birində Qarabağın bağlı hər asablanxanda artıq bizim qarşımızda bariyerlər olmasın. Amma birdən-birə Gülşən İbrahimov var, adam deyir ki, bu Qarabağ məsələsilə müzakirə olmalıdır, bilmək olmaz ki, yəni bu taleylər olacaqdır, nə olsa Azərbaycan torpaqlı, orada ermənilər yaşayır. Bu baxışın zaman gedərik. Ya Azərbaycanın çıxmış birisi gedib Yerevanda danışıqlar keçirdir. Belə olmaz ki, biz Azərbaycanda Qarabağ problemi nə hakimiyyətin, nə müxalifətin, heç kim deyil. Bu millətin bir ciddi şəkildə problemidir. Bunu biz hamımız üzərine getməliyik. Bu dövləti biz qurduq. Hakimiyyətə müxalifət olmaq başqa bir şeydir. Biz hakimiyyətə müxalifik. Amma dövlətə müxalif olmaq başqa şeydir. Dövlət bizimdir. Bizim qollarımız üstündə quruldu. Sizin əməyinizlə quruldu bu. Bunu biz yarattıq. Bunu bizim əlimizdən kim sala bilməz, kim sonra zərbə vura bilməz. Ona görə biz dövlətin maraqlarını bugün bir hakimiyyət müdafiə edən, bugün bir hakimiyyət dövləti idarə edən, sabah başqası. Biz o dövlətin içərisində maraqlarımızı müdafiə etməliyik. Amma bəzən Qarabağla bağlı danışanda yalnız insanları fədakarlığa çağırmaqla, yalnız iqtisadi məsələlərini mükəf edib biz iqtisadiyyətlə o yerə çatacaq ki, ermənilər geri çəkilir, şu anda da bunu eləmək olmaz. Əgər Azərbaycanda şəhid ailələrinə diqqət göstərilməyəcəksə, şəhid ailələri dinlənçi vəziyyətində yaşayacaqsa, onda millət vətən davasına gedəndə birdən şəhid olub ailəm vəziyyətə düşər deyəcək. Əgər veteranlara diqqət göstərilməyəcəksə və o çox gülməli vəziyyətdə, gülməli rəqəblərlə maaş alacaqsa, pensiya alacaqsa, insanlar döyüşməkdə imtina edəcəklər. Şəhid ailələrə, veteranlara sahib çıxmaq lazımdır. İnsanlar ömürlərini sərf edirlər, yaşam həddi, əmək qabiliyyətli bir müddət bitdikdən sonra təqaüdə gedən vaxtı birdən-birə dövlət onu tali rejimdə buraxanda bu insanlar övladlarını döyüşə buraxacaqlar. Zamanında işləyənlər yazdılar mənzilə bağlı olaraq. O zəhərli yerlərdə işləyən insanların mənzilləri nə üçün verilməsin? Sumqayıt Sənət şəhəri, mən özüm burada tələb olanda bir müddət tip qardaşlaşırdım, Boru-Prokas zavodunda. Mən orada nə cür iş getdiyini bilirəm, biraz mənə yaxındır. Bu insanlar təbii ki, sahib çıxılmalıdır. Onların mənzil məsələləri qayda salınmalıdır. İnsanların haqqıdır bu. Yəni, ömrünün bütün hissəsini orada sərf edib ki, günün birində o mənzillə təmin olsun, ömrünü orada keçilməsin. Və yaxud mən toxundum, keçdim. Mənə müraciət eləmişdi alimlər. Alimlər, aspirantlara mənzil ayırdılar, milyonları özlərini vermək istərlər, ələrə pul vəsat istəyirlər. Olmaz belə bir şeydir. Bizdə təkcə Elmlər Akademiyasında 72 milyon manat vəsat ayırmışlar. Bu gülməli vəziyyətlə akademiklərimiz, alimlərimiz nə edə bilərlər? Bax, mən müəllimlərin vəziyyətdə toxundum. Təkcə bir universitetdə mən bunu televizyon dedim. Polşada 210 milyon evro vəsat ayırırlar. Elmlər Akademiyasında 72 milyon vəsat ayırırlar. Bu insanların mənzil hüququ var, bunların yaşamaq hüququ var, bunu onlara verilmək üçün imkanlar var, verilməsi lazımdır. Mən tələbələrimizin də, gənc mütəxəssislərimizin də, fəhlələr ki, işləyirlər, bir yerə qədər gəlirlər, onlar növbədə duran fəhlərimizin də mənzil məsələsində təmin olunmasını, real hesab edirlər, mümkün hesab edirlər. Təhcə Azərbaycanda Bakının abadlaşdırması adında bir dəfə, bir küçəni, 10 dəfə söküb qurmaq əvəzində o vəsatçı şəhərləri, bu məsələləri sərf eləsələr, insanlar hərisi bir ötüş nəticə dönmüşdür. Və bizim bütün imkanlarımızı atdıqca, təbii ki, məsələlər, əl qoyma fikrindəyik. Təbii ki, mən bu məsələlərdə etibar qazanarmaqsa, bunların vəziyyətini tapmaq, proqram hazırlamaq həyata keçməsində istidalı şəkildə oxuya səy görürəm. Əgər bir başqa çıxış eləmək istəyən olacaqsa, fikir bilmək istəyirsə, Bayram bəy, onu siz artıq təzimləyəcəksiniz, mən bilmirəm. Mən bu fikri həm burada izahını verdim ki, münasibətini gedir, həm də bundan bağlı olaraq bir deputat günlərində məşğul. Birinci, mən bir şəhid babası Pərəs bəyə. Bu uğurlu yolda mən arz edirəm
önəmli bir şəkildə, aydın bir şəkildə, demokratik şəkildə seçilməsinin tərəfdarı kimi arz edirəm. Buradakilərin hamısının arzusudur. Alqışlasınlar, seçilsin. İkinci bir tərəfdən mən demək istəyirəm ki, burada bir şəhid ailəsi var. Burada İradə xanımdır, çox əzilə, çox belə əziyyət çəkə-çəkə, zülüm çəkə-çəkə bu ana uşaq böyüdü, gətirib ərsəyə çatdırıbdır, bir dəstəliyə gedib gəlibdir, 2 uşağı işsizdir, özü də işsizdir, orada da hər bir butka var idi, böyründə də istəyirdi, birin qaralasını gəldilər, vurdular, dağıtdılar, sonra da necə düzəldi, bu da öz yerində. Şəhid ailələrinə bəyək çox gözəl bir qarşıya çıxdınız ki, şəhid ailələrinə qayğı göstərilmə. Mənim oğlum demək, zabit olaraq ermənilərin canlı qüvvəsinin direktor texnikasını məhv edərək demək, qəhrəmancasına 4 əskərimin şəhid oldu. Amma mən indi hansı qapını döyürəmsə, mənə deyirlər ki, mən göndərməmişəm. Deyirəm, eyb yoxdur, həyat var, davam edilir, nəsə gəlir çıxardır. İkinci bir tərəfdən küçələrin adına hələ Papani, nə bilim, filan küçələr qalırlar. Olmazmı ki, şəhid ailələrinin övladlarına, şəhid ailələrinin bu nətər gəzlər qəhrəmanlarına həmən küçələrin adı verilsin. Niyə olmasın belə şeylər? Sonra ikinci bir məsələni mən sizin nəzərinizə çatdırım. Burada Cahid adında mən şəxsən tanıdığım bir insan var. 3 övladı var, özü işsizdir. Harada gedib qapılarda işləyir, filan bəşbəşən, pulunu da vermirlər, bir səhət gözlə verirsən, elə bir ildə keçilərlə də alabilmiş. O da bax gəlibdir bu günləri buradadır. Mən çox qarşı edirəm, bunlar ikisi də, mən də qeydiyyata düşək, bunlar nəzərə alınsın. Mənim özüm 48 ildir ideoloji səfərdə işləyirəm, hələ dünənki uşaqlara fəxri ad verilib, hələ mən 48 ildir ki, məndən öyrənənləri ad alıb, hələ mən öz adıma çatmamışam. Bu da vacib məsələdir. O bir tərəfdən də ki, mənim oğlumun da o qəhrəmanlığı hələ də qalır. Mən çox üzr istəyirəm, özüm haqqında çox danışdığıma görə. Amma istəyirəm ki, mənim kimi minlərlə şəhid ailələri, Qarabağ qazilərimiz vardır. Onların həyat və fəaliyyətini yaşıllaşdırılması üçün önəmli bir yol seçilərsinizsə, inşallah onların hamısı həyata keçirlər inşallah. Sağ olun, təşəkkür ederim. Mən bir döyüş yolu çəkmiş adamım, azdan çoxdan döyüşmüşəm və döyüşçülüyün nə olduğunu bilirəm. Şəhid ailələrinə, veteranlara xüsusi xidmət təkcə o ailə hörmət deyil, vətənə hörmət, Allah'a hörmət, şahidin yeri Allah'ın yanındadır. O, ən əziz olanı, canını belə vətən uğrunda verirsə, onların heç bir problem olmalı deyildir. Mən parlament təklif eləmişdir ki, Azərbaycanda veteranlar və şəhid ailələri dövlət komitəsi yaradılsın, rəsmi şəkildə. Bir qeyri rəsmi şəkildə bir neçə komitələr yaramaq, ondan bəs eləməz. Mən düşünürəm ki, Azərbaycanda bizi nə birləşdir? Vətənçilik birləşdir. Azərbaycan çox millətli bir ölkədir. Burada ləzgilər, tanışlar, türklər, türklər, ruslar yaşayır. Amma Cənub bölgəsində şəhid olmuş tanışların qəbirləri var. Şimal bölgəsində şəhid olmuş ləzgilərin qəbirləri var, türklərin qəbirləri var. Bizim vətənçilik bağlıyıq. Vətən uğrunda vuruşanlardan qiymətli heç kim yoxdur. Şəhid olanlardan qiymətli heç kim yoxdur. Bu bizim borcumuzdur. Yəni mən hansı statda olmaması olmalaraq bu məsələni mütləq diqqətə saxlayacağım və əlimdə deyirəm, hər şey deyəcəm. Mən buna heç vaxt gücələ qalmıyorum. Mən parlament əsgərlərlə bağlı, zabitlərlə bağlı bir məsələ qaldırdım. Bilirsiniz ki, zabitlərin mənzilləri, şirkətlər bir tandan sonra əllərindən alınırdı və zabitlər yola salınırdı. Mən təşkilət ki, onlara o vaxt mənzilləri alınır. Bilən ki, onlara xidmətin mənzili başqasına verməm, onlara yaşam mənzili vermək lazım. Və təşkilətdən sonra prezident zabitlər xidmətin müddətlərindən sonra onların mənzilən təmin olmasının səbəbi sərəncam edib artıq bilmək gedir. Həmin bu iskəsilər sözləməsi səbəbkar olmalı. Səbəbkar olmalı, o bizim borcumuzdur və inşallah gedir.
hörmətli izləyicilərimizin maraqlı sualları və fikirləri var. Mən istəyirəm ki, qeydiyyata düşmək üçün bizim Bayan bəyə müraciət etsinə söz demək ya sualları varsa. Bir sual var ki, rəhmətli Əlbəz Elçi bəyin vaxtında tək evladlı ailələrlə uşaqları əsrəyə getmirdi. İndi isə o qanun ləğv edildi. Onunla bağlı platformanızı öyrənmək istəyirlər. 2000-də dönəmdən aslında Əlbəz Elçi bəy demədi, bura Milli Azad Hərəkatı lider olan bir kişiydi və Əlbəz Elçi bəy millətinə sevgisini verən və millətin bütün təbəqələrindən bicana qalmayan prezidentdir. Mən hesab edirəm ki, Azərbaycanın tək uşaqlı ailələrdir. Ümumiyyətlə, bütün övladlarımıza bir sahib var. Bəlkə tək uşaqlı olduğuna görə ailələrə sahib çıxılmamalı. Amma həm bir çox imtiyazların geri qaytarılması, tək uşaqlı ailələrlə bağlı olaraq yeni məsələlərə baxılması, magistraturada oxuyan tələbələrimizə əskərliyinə bağlı, xidmətlə bağlı olaraq yenidən qanuna baxılması çox böyük etkisi var. Bir insanın elm potensialı, onun əskəri potensialından bəlkə qat-qat üstün və lazımlı bir məsələ. Mən o təşkilatlı adamlarla da bağlı olaraq, ümumiyyətlə, uşaq və ana siyasəti ilə bağlı olaraq da bizim proqnozatlarının müddələri ortaya qoymaq istəyir. Mən bayaq misal çəkdim. Rusiyada bir qərar veriblər, bir uşaq anadan olursa $10.000 civarında ailə pul verir. 2 uşaq olursa daha artıq verir. 3 uşaq olursa mənzil verir. Bir vaxt Azərbaycanda bu stimul olunurdu, çox uşaqlı ailələr. Biz də Azərbaycanda çox uşaqlı ailələr stimul eləməliyik. Bu övlada görə investisiya Azərbaycanın öz pulu. Mən Polşada soruşdum ki, nəyə görə universitet 210 milyon evro vəsait qoyur? Mənə Volski izah elədi ki, bax, biz burada tələbələr qutarından sonra Avropa təhsillərində gedib işləyirlər. Onlar bizim adamlarımızlar və biz dediklərimizi, bizə məmləkkətləri var, bizim üçün çalışırlar. Və təhsə, keçən il və ondan əvvəlki Polşa üçün Avropa təhsillərdən 78 milyard evro əvəzsiz vəsait verir. O övladlar verir. Biz də uşaqlarımıza sahib çıxarsa, uşaqlar sabahları Azərbaycan üçün hər şeyə hazırdır. Biz ana uşaq proqramımıza nə qədər ki, qohum, əqrəbə, dost, tanışlar, onların köməyi ilə Fərəş bəyə səs verəcəksiniz. Fərəş bəy Azərbaycanın prezidenti olacaq. Az müddətdə işğal altında olmuş torpaqlar azad olacaq. Sadaladığınız kimi bu millətin rüşvətxor quldurlarından azad edəcək. Buna əmin ola bilərsiniz. Mən Fərəş bəyə 88-ci ildən tanıyım. Fərəş o insan Azərbaycan xalqının xilaskarı ola bilər ki, millətinə, dövlətinə sadiq olar. Bu Fərəş bəy. Rəhmətli Xaç Biberi, Əbfəs Elçibəy dünyada Azərbaycan xalqını 89-cu ildə birinci yerə çıxanda onun başında Elçibəy kimi daxili şəxsiyyət dururdu. Elçibəyin ən sadiq insanlarından biri məhz Fərəş Quliyev olmuşdur. Həyatının gəş yaşları Milli Azadlıq Hərəkatında Ordubaddan, Naxçıvandan belə ordu quruculuğunda iştirak eləmiş, böyüşmüş, ən yüksəklikləri götürmüş, Kəlbəcərdə, Qarabağın ən dikbər küçəsində böyüşmüş. O günə qədər seçkiyə hamımız getməli və Azərbaycanı bütövləşdirə biləcək, millətin gələcəyini təmin edə biləcək, prezidentin namizəd Fərəz Quliyevə səs verəcək. Öndərimiz Elçi bəy, liderimiz Fərəz bəy. Aslan kimi saldırdı kuşlara, hər oldu bunu göstərdi. Aslan kimi saldırdı düşmana, hər oldu bunu göstərdi. Hər kimi sənə uygun deyildi, ülkəsəri sən verəni istədi. Hər kimi sənə uygun deyildi, ülkəsəri sən verəni istədi. Yürü, yürü, ata gülü dizilər, yürüdüm səni, dola güneş yüzülər. Yürü, yürü, ata gülü dizilər, yürüdüm səni, dola güneş yüzülər.
Gönlümü